Bu gün fərqli bir mövzuya toxunmaq istədim. Ümumiyyətlə düşünürəm ki, həyatda yaşadığımız çox problemlərin əsasında bu məsələ durur ki, biz bunu göz ardı edəndə artıq həyatımızda problemlər yaranmağa başlayır. Həm hadisələrlə bağlı yaşadığımız, həm də insanlarla bağlı. Məsələn, biz nə isə istəyirik. Bu zaman əsas məsələ Yaradanın onu bizim həyatımıza gətirməyidir. Baxın, biz qəlbdən istədik nəsə, onun üçün müəyyən bir addımlar atdıq, əgər mümkündürsə, əgər mümkün deyilsə, sadəcə Yaradana buraxdıq. Və Yaradan onu bizim həyatımıza gətirdi. Müəyyən bir situasiyalar yaratdı, müəyyən bir insanları bizim həyatımıza gətirdi. Yəni, Yaradan vasitəsilə bu baş verir. Sonra bir müddət keçir, biz təbii ki də xoşlayırıq biraz egodan qidalanmağı, egonu qidalandırmağı, bu cəhətdən düşünməyi. Ona görə də nə baş verir? Biz Yaradanı ortadan götürürük, belə biraz pis səslənir, amma elə olur. Biz artıq başlayırıq insanlara və hadisələrə çox bağlanmağa. Yəni, biz unuduruq ki, onu verən də bizə Yaradandır, onu əlimizdən ala biləcək də odur. Və bu zaman artıq ego girir ortaya və əsasən də manifestasiyanın əsasında bu məsələ xoşuma gəlmir ki, insanlar hər şeyi öz mərkəzli eləməyə başlayır. Amma əslində insan Yaradana bağlı olmadan nə özünə bağlana bilir, nə də ki, başqa insanlara fayda verə bilir. Ona görə də həyatdan ümumiyyətlə hər daim bunu özümüzə xatırlatmamız həyatda daha rahat irəliləyəməyimizə kömək olur. Biz həyatımızda müəyyən bir şeyləri istəyirik və zaman keçir, o bizim həyatımıza gəlir. Ondan sonra bəzən elə olur ki, mən də o səhvi etmişəm. Biz nəsə istəyəndən sonra bizim həyatımıza gələndə biz egodan düşünməyə başlayırıq ki, mən bunu istədim və bu mənim həyatıma gəldi. Deməli, mən yenə istəsəm, yenə də gəlir bu mənim həyatıma. Və başlayırıq burada artıq səfər buraxmağa. Amma əslində düşünsək ki, biz istədik, Yaradan onu bizim üçün xeyirli bildi və onu bizim həyatımıza verdi. Və bundan sonra artıq biz başa düşürük ki, əgər bir şey bizim həyatımızda varsa, ya yoxdursa, o bizim xeyrimizədir. Və daima mən bunu təzə düşünmüşəm ki, biz həmişə həyatımızda olan şeylər üçün şükür edirik, amma əslində biz olmayan şeylər üçün də şükür etməyə bacarmalıyıq. Çünki çox böyük bir şeylər var ki, biz daxilən istəyirik, amma onlar bizim üçün xeyirsiz bir şeylərdir. Və biz artıq o bizim həyatımıza gələndən sonra görürük ki, əslində ona ehtiyac yox imiş. Ona görə də həyatda var olan şeylərdən savayda şükür edəndə Yaradanın bizə vermədiyi şeylər üçün də şükür etməliyik. Çünki biz bilmirik nəyin bizim üçün xeyirli olub olmamasını və daima bir texnika işlədəndə, bir alət işlədəndə bu manifestasiya ola bilər. Dua da bir alətdir əslində ki, bizim Yaradanla bağımızı gücləndirsin. Onu edəndə bir qəlbdən olmalıdır, ikinci xeyrə olmalıdır. Üçüncüsü isə o həyatımıza gələndən sonra çalışmalıyıq ki, yenə də Yaradandan uzaqlaşmayaq. Bizim problemimiz orada başlayır ki, biz Yaradandan uzaqlaşırıq və artıq Yaradandan uzaqlaşan kimi mərkəzdən uzaqlaşırıq. Ona görə də biz mərkəzə qayıtmaq üçün avtomatik Yaradan o işləri çətinləşdirməyə başlayır. Çünki biz nə qədər mərkəzdən uzaqlaşırıqsa, bütün həyat situasiyaları elə gətirəcək ki, biz o mərkəzə qayıdaq. Ona görə də həyatda bu sxemə uyğun, əgər həyatınızda nəsə varsa, bu əsas məsələni unutmayaq. Olan, olmayan hər şeyin Yaradan vasitəsilə olduğunu unutmayaq və əgər biz artıq bunu ortadan götürürüksə, yəni bu qırmızı ilə çəkdiyim, avtomatik olaraq bizim həyatımızda problemlər başlayır. Çünki biz mərkəzdən uzaqlaşırıq. Və bir də ki, mənim özümdə də çox olubdur bu. Mən nə vaxt ki, bir şeyi, ən çox da biz insanları ya hadisələri qoyuruq ilk yerə. Əslində ardıcıllıq necə olmalıdır? Birinci yerdə Yaradan olmalıdır, sonra biz, sonra başqa insan və hadisələr. Belə olduğu müddətcə biz həm özgüvənli ola bilirik, həm rahat ola bilirik və insanlardan asılı olmuruq, hadisələrdən asılı olmuruq, həyata daha rahat irəliləyirik. Ona görə də mənim özümə də məsləhətim, sizlərə də nə qədər olsa da məsləhət kimi olur. Yaradanı daima ilk yerə qoymaq lazımdır. Mən özüm də o mərkəzdən uzaqlaşan kimi görürəm ki, həyatımda çətinliklər başlayır. Amma mərkəzə qayıdan kimi avtomatik olaraq biz hüzura keçid edirik, şərtsiz sevgi keçid edirik və
görürük ki, həyatımızda daha asan həll yollar tapmağa başlayırıq, daha rahat irəliləməyə başlayırıq həyatda. Ona görə də mənim özümdə də əsasən də bu əşyalarla olur. Mən nəyisə dediyim günün axşamı mən o əşyanı itirirəm. Məsələn, deyirəm ki, bu əşyaya mən çox önəm verirəm və görürəm ki, o itir. Çox həqiqətən biraz məzəli gəlir, amma həqiqətən belədir. İnsanlarla da bu belədir. Biz bəlkə fikir veribsiniz, hansı insana həddən artıq dəyər verəndə, həddən artıq fokuslananda müəyyən insana siz görürsünüz ki, o insan sizdən uzaqlaşmağa başlayır. Yəni bu da sadəcə bizi mərkəzə qaytarmaq üçündür. Ona görə də biz nə qədər mərkəzdə ola biliriksə, o qədər də şərtsiz sevgidə və minnətdarlıqda ola bilirik. Ona görə də artıq insanlara çox ya da hadisələrə həddən artıq önəm vermirik və özümüzün də mərkəzdə olmağımıza vəsile oluruq ki, oradan uzaqlaşmayaq və yaradanla bağlarımız güclənsin. Belə, bugün bundan danışmaq istədim. Suallarınız olsa yazarsınız. Sağ olun.